Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugün sizə yeni dövr Azərbaycan ədəbiyyatını keçəcəyik. Amma ondan əvvəl gəlin qədim dövrdən orta dövrləri də kiçik bir xatırlatma edək. Qədim dövr Azərbaycan ədəbiyyatı ta qədim dövrdən 13-cü əsrə qədər olan dövrə əhatə edirdi. Və bu dövrdə ateşpərəstlərin dini kitabı olan Avestadan danışılırdı. Bildiyimiz qədərilə, yəni artıq bu dövrdə daha çox bütpərəstlik özünü göstərmişdi. Ərəb və fars dilləri inkişaf etməyə başlayır bu dövrdə. Ərəblərin təbii ki, müəyyən qədər yazıcı və şairlər fars dilində yazır. Ərəblər işğalından sonra ərəb dilində yazmağa başlayırlar. Bu dövrdə Alban Aran ədəbiyyatından da söhbət açılırdı. Musa Kalan Kaytukludan. Davdağın Girdivan hökmdarı Cavanşirin ölümü ilə bağlı yazdığı mərsiyədə dövrün məşhur ədəbi əsəri sayılırdı. Sonra bu dövrdə yaşamış Musa Şahavat, İsmail ibn Yasar və Əbül Abbas isə əsərlərini ərəb dilində yazan görkəmli sənətkarlardan olmuşlar. Həmin dövrdə yaşayıb yaradan görkəmli sənətkarlardan biri də Qətran Təbrizi idi. Qətran Təbrizi saray ədəbiyyatının ilk görkəmli nümayəndələrindən biri olmuşdu. Qətran Təbrizinin Divanı və Ət-Təfasir adlı farsça izahlı lüğəti dövrümüzə qədər gəlib çatmışdı. Rəvvadilər sarayında, əvvəl Şəddadilər sarayında, sonra isə Rəvvadilər sarayında ömür sürmüşdü. 13-cü əsr Azərbaycan ədəbiyyatında isə Şirvanşahlar sarayında yaşayıb yaratmış Əbülüla Gəncəvidən də danışa bilərik. Çox erkən yaşda, 44 yaşında, cavan yaşlarında vəfat etmiş şairlərimizdən biridir. Sonra isə Əfsələddin Xaqani haqqında danışacağıq ki, Əfsələddin Xaqani də Mücirəddin beylə tələbəsi, Əfsələddin Xaqaninin tələbəsi olmuş Mücirəddin Beyləqani isə deməli Atabəylər sarayında yaşamış və Qızıl Arslan haqqında bir sıra mədhiyyələr yazmış görkəmli sənətkarlardan biridir. Həmin dövrdə Məsəti Gəncəvi də görkəmli şairlərdən biridir. Bilirik ki, özü rübainin ilk yaradıcısı sayılmasa da, amma rübailəri möhtəşəm idi deyə Qətran Təbrizinin də rübailəri var idi. Rübailəri ilə Qətran Təbrizinin adı ilə bağlı idi. İlk rübailərin ustadı kimi tanınmasa da, amma rübailərin ustadı kimi tanınırdı. Çünki mükəmməl şəkildə rübailərini təqdim etmişdi. Sadəcə onun rübailərində qəm-kədər hissləri ilə yanaşı, yəni qəm-kədər hissini daha çox görürük, amma bununla yanaşı yenə də ümid və nişbinlik də özünü göstərmişdir. Sonra Əfsələddin Xaqani ki, 13-cü əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri olmuşdur. Təbii əsl adı İbrahimdir. Ləqəbi isə Əfsələddin Xaqanidir. Əfsələddin də təxəllüsü isə Xaqani olmuşdur. Demək olar ki, o Şamaxıda doğulan İbrahim əmisi Ömər Osmanın sayəsində oxumuş gənc ikən Şirvanşahlar sarayına dəvət edilmiş bir sənətkardır. Xaqaninin 17.000 beytlik divanı və Töhfət-i İraqin, yəni 2 İraqın töhfəsi poeması nəsrlə yazılmış 60-dan çox bədii məşrubu vardır. Məda xərabələrində isə adlı qəsidəsində ictimai fəlsəfi məzmun daşıyır. Vaxtı ilə əzəmətli olan bir şəhər olan Mədinənin indi isə xarabaya dönməsini görən şair bunun səbəbini zülmdə görmüşdür və üzünü dövrün şahlarına tutaraq həmin hökmdarları bu hadisədən ibrət dərsi almağı çağırmışdır. Sonra onun Qəsidə-i Şinyə, Ənüs-ül Qəb adlı əsərləri də vardır. Həmçinin o Töhfət-i İraqin, yəni 2 İraqın töhfəsi adlı poeması da vardır. Şairin həbsdə olarkən yazdığı şeiri isə Həbsiyə adlı şeirlər silsiləsidir. Xaqaninin əsərlərində dərin kədər, qəzəb, yüksək sənətkarlıq xüsusilə seçilir. 13-17-ci əsr Azərbaycan ədəbiyyatında isə ana dilli ədəbiyyatı geniş yayılmışdır həmin dövrdə. İlk dəfə toyuq janrında şeirlər yazılmışdır. Fəlsəfi qəzəlin güclü inkişafı təbii ki, Nəsimin adı ilə bağlıdır. Əruz vəzili ilə yanaşı eyni ilə heca vəznində də şeirlər yazılması ilə Şah İsmail yazmışdır. Bu isə Şah İsmail Xətaidən danışılır. Ana dilində bədii nəsrin nümunəsi isə Füzuli tərəfindən qoyulur. Poemalara lirik şeirlərin daxil edilməsi isə Şah İsmail Xətai Məhəmməd Füzuli tərəfindən olmuşdur. Yeni bir ədəbi məktəbin, yəni Füzuli ədəbi məktəbin yaranmışdır. Deməli, birinci xəmsə Nizami Gəncəvin adı ilə bağlıdır. Yadınızda qalsın, ikinci xəmsə isə Marağalı Əşrəfin adı ilə bağlıdır ki, o da 15-ci əsrləri əhatə edir. Dediyimiz kimi, bu dövrdə ana dilli əsərin əsası qoyulur və bu dövrdə sufi və hürufi ideyaları çox geniş şəkildə vüsət almağa başlayır. Yəni, bu dövrdə biz daha çox şairlərin və yazıçıların şeirlərində sufi və hürufi ideyalarını görəcəyik. Burada məhəbbətdən söhbət getdikdə, yar, canan, dilbər dedikdə,
sevgili dedikdə ancaq Allah nəzərdə tutulurdu. Ancaq deməyək, amma demək olar ki, bir sıra şairlərimizin əsərlərində biz daha çox Allahı görürdük. Hətta Füzulinin deyirdik ki, məni candan usandırdı qəzəlimdə. İkinci beytində deyir ki, qamı bimarinə canan, dəva yerdə edərəksən. Niçin qılmaz mənə dərman? Məni bimari sanmazmı? Məsəl üçün, burada biz görürük ki, Məhəmməd Füzuli bu şeirində sırf bu beytində Allahı, sufi görüşləri vardır. Məhəmməd Füzuli elə bir şairdir ki, onun şeirlərində biz daha çox tuta bilmirik ki, bu məhəbbət dediyi real məhəbbətdir, yoxsa Allaha olan məhəbbətdir. O qədər mükəmməl formasını yaratmışdır. Deməli, yeni dövr Azərbaycan ədəbiyyatında ənənəçilik və novatorluq geniş vüsət almışdır. Yəni, ənənəçilik nə deməkdir? Ənənə nə deməkdir? Keçmişdə olan bir şeyi davam etdirmək. Ənənəçilik buydu. Novatorluq nədir? Bu ənənəçiliyə yeniliyi qatmaqdır. 17-ci əsrdə ədəbiyyatımızda daha çox ənənəçilik üzərində qurulub və bu dövr isə dastanların qızıl dövrü adlandırılır və bu dövrdəki şair və yazıçılar daha çox aşıq ədəbiyyatı inkişaf etməyə başlamışdı və aşıqlar isə sözlərini bilavasitə deyirlər, yəni realist şairlərdir. Hətta biz elə iç realist sənətkar kimi burada Molla Pənah Vaqifi xatırlayacağıq. Bu əsərdə deməli əsrdə dövrdəki, əvvəlki dövrdəki yaranmış ədəbiyyatın təsiri var idi. Amma şairlər artıq bu Füzuli tilsimini qırıb onun təsirindən çıxmağa can atırdılar. Təbii ki, bu asan bir şey olmasa da artıq buna can atırdılar. 18-ci yüzillikdə yaranan ədəbiyyatda ənənəçilik olsa da novatorluqda güclü idi. Yəni, köhnə qaydaları təkrar etsələr də yeniliklər də daxil etmişlər. Məsələn, bu dövrdə müxəmməs janrı daha çox geniş vüsət almağa başlamışdı. Müxəmməs janrından daha çox istifadə qoşma və müxəmməsdən aşıq yaradıcılıqdırsa, təbii ki, burada qoşma və müxəmməs danılmazdı. Şifahi ədəbiyyatına bəhrələnmə də özünü göstərirdi. Bu dövrün dastan yaradıcılığın qızıl dövrü adlandırılır. Yəni, dastan yaradıcılığın qızıl dövrü haçandı desələr, 17-18-ci əsrləri göstərəcəksiniz. Bu dövrdə yaranan dastanlar qəhrəmanlıq və məhəbbətdir. Yəni, düşünməyin ki, qəhrəmanlıq dastanıdırsa, bu qəhrəmanlıq dastanı içərisində məhəbbəti görə bilmərsiniz. Xeyr, belə deyil. Qəhrəmanlıq dastanı içində məhəbbət var. Sadəcə qəhrəmanlıq dastanı içərisindəki qəhrəmanlıq daha qabarıqdır. Məhəbbət dastanında da qəhrəmanlıq var. Sadəcə məhəbbət daha çox ön planda tutulur. Məsələn, qəhrəmanlıq dastanlarından Koroğlunu misal göstərə bilərik. Bunları əzbərləməlisiniz ki, bunlar düşür belə. Məhəbbət dastanlarından isə Aşıq Qərib, Şah İsmail, Əsli Kərəm və Abbas Gülgəzi göstərərik misal olaraq. Koroğlu dastanının formalaşması bu dövrdə başa çatır. Dastanda qoşmacərailidən istifadə olunur. Ədəbiyyat tariximizdə bu dövr sadəlik və xəlqli realizmin güclənməsinə rəvac verən bir mərhələ kimi qiymətləndirilirdi. Şeirlər artıq daha çox ana dilində yazılırdı. Necə idi? Bundan qabaqçı şeirlər qədim dövrdə tamamilə başa düşülmürdü. Artıq orta dövrlərə gəldikdə ana dilində yazılırdı. Sadəcə nəzərə alsaq ki, indi axı bir sıra sözlər dəyişilibdir. Biz xeyli ərəb və fars sözlərindən istifadə etmişik və hal-hazırda onları demək olar ki, bacardığımız qədər dilimizdən çıxarmağa çalışırıq. Yeniləri ilə, mükəmməlləri ilə əvəz edərək dilimizdən çıxarmağa çalışırıq. Məsələn, Şah İsmail Xətainin Dəhnaməsi nə idi? Şah İsmail Xətənin Dəhnaməsi ana dilində yazılmış bir əsərdir. Amma nəzərə alsaq ki, həmin dövrdə o sözlər ana dilimizdəki kimi aktualıdır. Yəni, o sözlər yeniləri ilə əvəz olunmamışdı. Ona görə biz onun dilini o qədər başa düşmürük. Yoxsa yazılması ana dili sayılır. Ən çox istifadə olunan janr isə qoşma və müxəmməsdir. Dövrün mühüm ictimai hadisəsi də daha çox müxəmməs janrında yazılan əsərlərdə göstərilmişdir. Xalq yaradıcılığı nümunələri erməni və gürcü dillərində yazıya alınmış və onların ədəbiyyatına da güclü təsir etmişdir. Baxın, burada nə çıxır ortaya? Ermənilərin folklorunun yaranmasında bilavasitə Azərbaycan xalq yaradıcılığı daha çox rol oynayır. Məsələn, qonşu xalqların aşıqları Azərbaycan türk dilindən qoşduqları nümunələri Saz havasında oxumuş və onların təsiri altında da öz dillərində əsər yaratmışlar. Mürəkkəb məcazlardan artıq burada az istifadə olunmuşdur. Epik şeir və bədii nəsrindən istifadə olunmuşdur. Yazılı ədəbiyyatda epik şeir və bədii nəsr xalq yaradıcılığından bəhrələnirdi. Xalq nağıllarının maraqlı süjeti, poema, mənzum, hekayələr üçün mənbə rol oynamışdır. Tərki dünyalıq, sufi görüşləri artıq burada azalmışdır. Tarixi epik poemaların, tarixi mənzumələrin, bədii nəsrin ardıcıl yaranması bu dövr ədəbiyyatında digər dövrlərdən fərqlənməsinə gətirib çıxardı.
Bu dövrdə müraciət olunan mövzular təbii ki, təbiət təsviridir, ayrılıq, vətən həsrəti, zəmanədən çeşmə-çeşlərinin əksi, saf məhəbbətin tərənnümü, insan mənəvi və zahiri gözəlliyin tərənnümüdür. 18-ci əsrdə xalq şeiri ənənələrini davam etdirən görkəmli şair, nə dedik? Vaqifin yaradıcılığı, dil, üslub, ideya məzmunu baxımından yeniliyi həmişə yaşar. Gözəllik və sevgi hisslərini, həyat həqiqətlərini əks etdirməsi, nikbin ruhu və xəlqiliyi ilə diqqəti cəlb edirdi. Bu dövrdə yaşayıb yaradan aşıqlar Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım Tikmədaşlı və Sarı Aşıqdır. Bir də Aşıq Valehdir. Qeyd edək ki, müxtəlif mövzularda yaratdıkları əsərlərdə də yenə eyni fikir ortaya qoyulurdu. Yəni, haqsızlığa, ədalətsizliyə, zülmə qarşı birbaşa fikirlərini, etirazlarını ifadə ediblər. Yəni, dolayı yolla yox, romantik yolla yox, realist yolla birbaşa ifadə ediblər. İlk aşığımızdan danışaq. Aşıq Abbas Tufarqanlı adından da göründüyü kimi Tufarqandandır. Cənubi Azərbaycan Tufarqandandır. Heca vəznində yazılmışdır. Baxın, elə o öz şeirində deyir ki, Aşıq Abbas Tufarqanlı, əli qanlı, gözü yaşlı, göldən çıxdı, yaşıl başlı, silkindi sonalar kimi. Yox, Xəstə Qasım Tikmədaşlı, əli qanlı, gözü yaşlı, göldən çıxdı, yaşıl başlı, silkindi sonalar kimi. Xəstə Qasım Tikmədaşdan olduğunu göstərdiyi qəzəllərindən, şeirlərindən biridir. Cənubi Azərbaycanda doğulubdur. Aşıq Abbas Tufarqanlı heca vəznində nəzmlə yazmışdır. Daha çox qoşma janrında əsərlər yazıbdır. Milli mənəvi birliyi daha çox vacib sahib. Abbas bu sözləri deyər sərindən, arxı vurun, suyu gəlsin dərindən. El bir olsa dağ oynadar yerindən, söz bir olsa zərbi çərən sındırar. Aşıq Abbas Tufarqanlı Tufarqan kəndində, Cənubi Azərbaycan dediyi Tufarqan kəndində olub. Aşığın ən məşhur poeması isə Bəyənməz adlı rədiflidir. Aşıq Abbasın El bir olsa dağ oynadar yerindən misrası, hansı ki bu misra oxudum, sındırar rədifli qoşmasındandır, zərbi məsələ çevirmişdir. Yəni biz daha çox işlədirik də El bir olsa dağ oynadar yerindən. Aşığın cəraylı və təznisləri də vardır. Aşıq Abbasın vaxtıdır rədifli cəraylisində baharın gözəlliyi təsvir olunur. Məsələn, deyək, budur gəldi bahar fəsli, dağların lala vaxtıdır. Açılıbdır qızılgüllər, bülbülün bala vaxtıdır. Həmçinin yaradıcılıqlarında görürük ki, adamların burada zülmə, cəmiyyətdəki zülm, özbaşınalıq, etiraz motivləri daha güclü görürük. Məsələn, deyək, adam var ki, çox işlər eylər irada, adam var ki, yetə bilməz murada. Adam var ki, çörək çapmaz dünyada, adam var, yağ yeyər, balı bəyənməz. Növbə gəldi Xəstə Qasıma. Xəstə Qasım adını bayaq dediyimiz kimi Tikmədaşdandır. O da Cənubi Azərbaycandır. Aşıq özü cəraylisində yazır ki, Xəstə Qasım Tikmədaşlı, əli qanlı, gözü yaşlı. Göldən çıxdı yaşıl başlı, silkindi sonalar kimi. Yəni, öz cəraylisində biz görürük ki, o Tikmədaşlardır. Ustadnamə müəllifidir. Ustadnamə nə deməkdir? Ustadnamə nəsiyyətamiz fikirlər deməkdir. Təvazökarlıq, nəcabət, ləyaqət kimi müsbət keyfiyyətləri mühüm mənəvi dəyər kimi təqdim edilir. Bir məclisə varsan, özünü öymə. Şeytana bac vermə, kimsəyə söymə. Qüvvətli olsan da yoxsulu döymə. Demək ki, zorluyam, qolum yaxşıdır. Əsərlərində bir növ nəsiyyət məzmunu daşıyır. Onsuz da dedik, ustadnamə müəllifidir. Yəni, onun Aşığın qoşmalarında nəsiyyətləri əsas yer tutur. Xəstə Qasımın ən məşhur, hikmətli qoşması isə yaxşıdır. Rədifli qoşmasıdır ki, o bunu indi oxuduğumuz qoşmasıdır. Rədifidir, daha doğrusu. Demək, Aşığın üz rədifli, cığalı təznisi də vardır. Xəstə Qasım daha çox hikmətamiz, yəni ustadnamələri, təznis və cığalı təznisləri ilə məşhurdur. Sonra danışacağımız Sarı Aşıqdır. Bayatılarında məhəbbət, nəciblik, dostluqda sədaqət, fədakarlıq hisslərinin tərənnümü, həyatdan şikayət, çəkdiyi əzablar, ayrılıq dərdinin təsviri mühüm yer tutmuşdur. O bayatılarından birində hətta özünü Nəsimi ilə bir tutur. Deyir ki, gözəllik soyiləndir, şahmar da soyulandır. Nəsimi tək bu aşıq yolunda soyulandır. Deməli, burada özünü Nəsimiyə bənzətdiyini də görürük. Sonra yaradıcılığında ənənəçilik meyllərini daha çox gördüyümüz yazıcılarımızdan biri də Məsihidir, Sadiq bəy Əfşardır, Sahib Təbrizidir və Qövsü Təbrizidir.